Qranada Əmirliyinin süqutu nəticəsində müsəlmanların və yəhudilərin dini azadlıqları təmin edildi ifadəsi yanlışdır. Qranada Əmirliyi ümumiyyətlə 1492-ci ildə süqut eləyib. Ərəblərdən geriyə qalan son müsəlman əyalətlərdən biri idi və bununla da Pireneya yarımadasında müsəlmanların dövlətçilik tarixi tamamilə sona çatır. İndi isə baxaq digər variantlara. İspanlara məxsus Kastiliya, Aragon dövlətləri və Portuqaliya krallığı yarandı. Xeyr, bunlar artıq Reqonkistanın gedişində tədricən yaranmış krallıqlar idi. Vahid İspaniya dövləti yarandı. Xeyr, bunun nəticəsində yaranmayıbdı. 1479-da Kastiliya və Aragonun birləşməsi nəticəsində Vahid İspaniya dövləti yaranır. Portuqaliya istisna olmaqla bütün Pireneya yarımadası İspaniyanın əlinə keçir cavabı doğrudur. Çünki geriyə sadəcə Qranada qalmışdı. Onu da son qoyaraq bütün İspaniya ərazisində hakimiyyəti bərqərar edə bilirlər. Portuqaliya istisna olmaqla. Kordoba xilafəti bir neçə əmirliyə parçalandı ifadəsi də yanlışdır bu sual üçün.